Dövlətimizin rəhbəri İlham Əliyev 2020-ci il dekabr 2-sində imzaladığı Azərbaycan Respublikasında anın gününün təhsil edilməsi haqqında sərəncamına əsasən bu gün hər il 27-sində anın günü kimi qeyd olunur. Yəni bu bir tarixi gündür. Və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinə əsasən 32-ci bəndi rəhbəri tutaraq Prezidentimiz qərara almışdır ki, hər il bugünkü gün 27-sində anın günü kimi qeyd olunur. Şəhidlər kimdir? Şəhidlər gözlərimizin yaşı, qəlbimizin taşı hər zaman bizim qəlbimizdə yaşayan Azərbaycanın iki mərd oğulları.